Məsələn, imam gəlir, peyğəmbər gəlir, dəvət edir təqvayı, yolunu göstərir. Biri dəstəmaz ala bilmir, əl-ayağı işləmir. Bəli. Şəri hökmü nədir? Bir nəfərdən köməklik alır. Bəli. Bir nəfərə deyir ki, gərək mənə xahiş edirəm. O adam da gəlir, suyu götürür, bunun üzün yuyur. Sonra qolun yuyur, sonra başına məss edir, sonra ayaqlarına məss çəkir. Bunun hamısının kömək elədir. Amma burada bir dənə şey var. Yer üzünün əhalisi dura, hamısı onu eləyə, bu dəstəmaz hesab olunmur. O da nədir? Dəstəmazın niyyəti. Bunun əli işləmir də, ayağı işləmir də, suyu götürüb üzün yuva bilmir. Amma niyyəti gərək özü eləsin. Niyyəti özü eləməsi o dəstəmaz hesab olunmayacaq. Təbii ki. İmam zaman gələcək, dünyaya nicat verəcək Həzrəti inşallah. Amma biz təqvalı olmalıyıq ki, onun dəvətini qəbul eləməliyik. Necə ki, Quran deyir ki, zalikəl kitab la rəybə fihi hudən lil muttəqin. Bu kitabda şək şübhə yoxdur. Biz dünya namusu üçün göndərmişik. Amma bu təqvalıları hidayət edəcək.